Doktor, burada bir balaca müdaxilə etmək istəyirəm, nəyə qeyd etmək istəyirəm? Biz indi reklamlara bağlanacaq, reklamlardan qayıtdıqdan sonra geniş detallı şəkildə danışacağıq. Mən düşünürəm ki, təbiətdən olan hansısa bir virus təbiətdən də sağalmalıdır, müalicə olunmalıdır. Necə ki, milçəyin bir qanadında zəhər var, digər qanadında da antizəhər var məsələsi kimi. Başa düşürsünüzmü? Hər bir şey, biz özümüz də təbiətin bir parçasıyıq, bir hissəsiyik. Və əgər bizdə bir problem varsa, götürək o onkoloji dediyimiz xəstəlik, bu da təbiətin özünün bir hissəsidir. Düzdürmü? İnsan bətnində varsa, insanın daxili orqanda varsa, demək bu təbiətdən gələn bir şeydir, insanın özünün daxilində var. Və buradan da bunu da aradan qaldırmaq mümkündür. Və bunu aradan qaldırmaq üçün kənardan kimyəvi şəkildə hazırlanmış hansı bir preparatı qəbul eləməkdənsə, mən bunun təbii üsulla bir dəfənin yoxa çıxmağının tərəfindəyəm. Və ya da minimuma endirilməyinin tərəfindəyəm. Subyektiv yanaşmamdır. Çox gözəl sualdır, Azər bəy. Çox təşəkkür edirəm. Burada bu suala cavabımı belə deyərdim sizə. Bəşəriyyətdə iki cür dünya görüşü. Bu dünya görüşü əsasında iki cür fəlsəfə, bu fəlsəfənin əsasında iki cür təbabət və bu təbabətin çərçivəsində müxtəlif üsullar yaranıbdır. Nədir bu dünya görüşləri? Şərti olaraq birini adlandıraq qərb, bir də adlandıraq şərq. Qərbin əsası qədim Misirdən, Misirdən Kipirə, Kipirdən Kritə, Kritdən Yunana, Yunandan Romaya, Romadan Avropaya yayılıbsa da, qədim şərq düşüncəsi qədim Hindistandan, Hindistandan Çinə, Çindən ətraf ölkələrə yayılıbdır. Nədir burada əsas fərq, yanaşma fərqi? Məsələ ondadır ki, qərb yanaşmasında üstünlük insanın təbiətin üstündən və təbiətin ali varlığı olmağı ideyasıdır. Aha. Və elmi paradigmada burada ilkin maddəni tapmaq, yəni ilk səbəbi araşdırmaq düşüncəsi var. Şərqdə isə bu belə deyil. Şərqdə insan ahənglikdə kainatın bir hissəsi kimi qəbul olunur. Bəli. Və insanın vəçində siddi kainat cəmləşir. Və bu səbəbdən də şərqdə tamamilə başqa bir üsullar var. Hindistanda Ayurveda, Çində Uçin sistemi və s. Burada insanın sağlam olmağı önəmlidir, xəstə olmağı yox. Çində hətta belə bir tibbi praktika var ki, ailə həkimi olduqda, həkimə sağlam olduğu dövrdə məvacib verirlər müddət. İnsan xəstələndikdə həkimin pulunu kəsirlər. Ondan sonra yenə sağaldıqda yenə də həkimin pulunu verirlər. Yəni burada əsas... Bizə xəstələnəndə həkimə pul verir ki, bizə dərman verir. Ona belə tədbirdə isə xəstəlik heç vaxt kəsilməyəcək. Çünki burada korporativ maraqlar var. Təbii. Səhiyyənin korporativ maraqları var, farmakoloji şirkətlərin korporativ maraqları var. Burada dünyada